Salam əziz izləyicilər. Yayın ilk vlogu ilə qarşınızdayıq. Bu günləri yolumuz videonun başlığından görəcəksiniz. Astara Hamaşon kəndin olacaq. Sarıqaya yaylağı var orada. Ora gedəcəyik. Bu dəfə maşınımızı dəyişmişik. Şoferimiz yeni maşın alıb maşını göstərəcəm sizə. Şoferimiz Niyaməddin müəllimdir. Yeni maşın alıb mübarəkdir, xeyirli olsun. Bizi aparır Astaraya. Gedirik Fuad bəyin dalıyca. İstamordudayıq, hələ yolumuz çox olacaq. Yoldan da bir neçə video sizə çatdıracağım. Gedək görək bu məşhur Hamaşon necə bir yerdir və oradan videolarımıza davam edəcəyik. Komandamız tamamlandı. Gedək. Maşında kalacak var. Bəli. Kaladan iki yapı soydu. Astaranın yaşıl ağaclarla əhatələnmiş meşələri. Tez görsədi. Bir şey göstərmir. Dağların qoyunda bir kənd hələ ki gedib yuxarıya çata bilməmişik. Aman, iki, bura. Və Hamaşon yazısının yanına gəlib çatdıq, deməli yaxınlaşırıq. Hamoşam. Hamoşam kəndi. Gəlib çıxdıq biz Hamaşon kəndinə. Burada maşınları dəyişəcəyik. Bundan sonra deyirsən Sarıqaya yaylağı olacaq. Sarıqaya yaylağından sonra ora getmək üçün Nivadan istifadə edəcəyik. Öz maşınımızın yanına gedək, sonra oradan Niva ilə də qalxacaq, bütün yolları sizə göstərəcəm. Bu bizim maşın. Bu da qalxacağımız maşın. İki yemək yeyək. Burada Niyaməddin öz maşını tərifləyir. Çox hündür yollar gəldiyinə görə. Nə dedim müəllim? Raket. Raketdir. Əvvəl dayçaq ağır. Amma buralara gəlsəz deyəndə ki, nəzərə alın ki, 4-4 maşın gəlməniz daha məsləhətdir. Çox hündürdür. Hələ bundan sonra da bir hündürə qalxacağıq. Qabaqda qalanlar çəkmir. Qaydına mı gəldi? Akşam burada yorğan nəzərdən olacaqsa? Burada yorğansız yox. Nəhayət gəlib çıxdıq hara? Sarıqaya yaylağına gəlib çıxmışıq. Bu tərəfdə İrandır, yıxılmışdı. Sonra bu tərəfdə Astarada İranın oradan sərhədləri görünür və bu mənzərəni sizə göstərmək istəyirəm.
Və Sarıqayanın möhtəşəm mənzərəsi. Sağla. Dursun atsın. Dursun atsın. Yok o bu şey. Midi, midi bu. Bir şeyin aşağısında. Ve olanı bilmem. Bir boş sıra tutmam. Daha netçi olur bunun üstünde. Yaxşı. Hansısa bir mağaranın üstüdür. Həmin mağaraya gəldim və oradan həmin əks tərəfdə olan daşlardan yonulmuşdu, oyulmuşmu deyə belə mağaralar var. Onları sizə göstərməyə çalışacağım. İndi buradan yıxılmasam inşallah. Bir maraqlı ocaq göstərəcəm sizə. O 6 yuxarı qatarında var. Ocaq qalıyırlar, ət gəlib düşüyorlar. Əvvəl siyətlər yemişlər, o deyən yoxdur insanlar. Homo sapiens deyirlər, nə deyirlər? Onlar sonradan Müəllim özü üçün ocaq yaranıb, həmin ocaq budur. İnformatika müəlliminin tarix haqqında məlumat verməsi biraz absurddur. Bunu videoda göstərəcəm sizə. Yəni, nə deyirlər, o Homo sapiens var. Bilmirəm, Homo sapiensin mütləq ondan xəbəri yoxdur. Yox, ilk dəfə o 6-cı tarix kitabında daş-daşa dəyib ət bişib orada, pişmiş ət. O vaxtdan qalıb elə. O həmin ocaq. Hə. Gəl. Mağara çəkək. Qısa məlumat. Homo sapiensin ondan xəbəri yoxdur. Bu mağarayla Sarıqaya videosunu bitirirəm. Növbəti videolarda görüşərik. Bura nədir? Çəkil mən. Durum çıxım. Şəkil çək oradan, sonra gəl bura. Hardan bıraxdıq Homo dərədən?